Günlərin bir günü kənd məscidlərindən birinə öz əxlaqı və elmi ilə məşhur olan bir imam təyin edilir. İmam rəftarı ilə qısa vaxt ərzində kənd cəmaatının qəlbinə yol tapır. Hər kəs tərəfindən sevilir və dərin hörmət qazanır. Beləcə günlər keçir. Ayların sultanı Ramazan gəlir və kənd cəmaatı bu sevilən imamı növbə ilə öz evlərində iftar süfrəsində dəvət etmək qərarına gəlir. Nəhayət iftara dəvət növbəsi imama çox yaxın qonşu olan bir ailəyə çatır. Ailə başçısı iftar hazırlığı üçün xanımına bir qədər xərclik verir. Xanımı iftar üçün lazımi məmulatları alaraq evinə geri dönür. Qalan pulu isə gətirib masanın üzərinə qoyur ki, birazdan götürsün. Lakin iftara hazırlıq həyəcanından pulu masanın üzərindən götürməyi unudur. Bir müddət sonra süfrə hazır olur və imam da öz növbəsində ailənin qonağı olur. İftar süfrəsi yığışdırılır, ailə imama, imam da ailəyə öz təşəkkürünü bildirir. Daha sonra ev sahibi imamla birlikdə məscidə təravih namazına yollanır. Namaz qılınıb qurtardıqdan sonra ev sahibi evinə qayıdır. Bu zaman evin xanımı masanın üstünə bir miqdar pul qoymuşdum, amma indi tapa bilmirəm, dedim bəlkə sən götürmüsən. Həyat yoldaşı mənim də xəbərim yoxdur deyincə xanımı o zaman imam uğurlayıb deyərək öz təəssüfünü bildirir. Bu hadisədən sonra bu ailənin imama qarşı olan yaxşı münasibəti günü-gündən tədricən dəyişir. İmama sən bizim iftara gələrkən pulumuzu uğurlamısan deməsələr də, təbii olaraq imama qarşı soyuq münasibət aydın hiss olunur. Beləcə bu hadisənin üstündən biri ötür. Kənd növbəti Ramazan ayına hazırlaşır. Əvvəlki ildə olduğu kimi bu Ramazanda da kənd cəmaatı imamı növbə ilə yenə iftar süfrəsinə dəvət etməyə qərara alır və növbə keçən il iftarda pulları yoxa çıxan ailəyə gəlib yetişir. Evin bəyi xanımına müraciətlə belə deyir: "Xanım, sənin də bildiyin kimi keçən ilki məlum hadisədən sonra mən bu imama qarşı çox soyuq davrandım. Hətta bu müddət ərzində mümkün qədər ondan uzaq durmağa çalışdım. Düzdür, imama masanın üzərindəki pulları sən götürmüsən deyə heç soruşmadım. Əslində soruşmağa da lüzum bilmədim. Çünki ondan başqa otaqda kimsə olmadığı halda məlum olur ki, dəqiq o götürmüşdür. Amma yenə oturub çox götür-qoy etdim. Bəlkə imamın ciddi bir maddi sıxıntısı olub, onun üçün götürüb. Bunu da problem etməyək. Qoy pullar da sədəqəmiz olsun. Gəl bu ildə imamı biz də iftara dəvət edək." Xanımı da həyat yoldaşının dedikləri ilə razılaşır və bu ildə imamı evlərinə iftar üçün dəvət edilir. İmam dəvəti xoşluqla qəbul edib iftara təşrif buyurur. Ev sahibi iftar əsnasında özünü saxlaya bilməyib, keçən ilki bu oğurluq hadisəsinin üstünü açıb imama belə deyir: "Bax imam əfəndi, mən pulların siz tərəfindən götürüldüyünə tam əminəm, çünki otaqda sizdən başqa heç kəs olmamışdır. Bununla belə onu da deyim ki, pulların halallığını sizə çoxdan vermişəm. Lakin məni narahat edən bir məsələ odur ki, siz nə üçün bu yola əl atdınız? Əgər ciddi bir maddi sıxıntınız var idisə, bizə desəydiniz, biz də halallıqla o pulları sizə sədəqə niyyəti ilə əlbəttə verərdik. Oğurlamağa da lüzum qalmazdı. Bu oğurluğu əslində sizin bir imam olaraq davranışınıza heç yaraşdırmadı." İmam bu sözləri eşitdikdə gözləri doldu və bir an içində hönkür-hönkür ağlamağa başlayır. Ev sahibi imamın bu şəkildə ağlamasını görüb dediyi sözlərə görə çox peşman olur və imamı təsəlli etməyə başlayır. İmam göz yaşlarını silərək ev sahibinə üzünü tutub dillənir: "Mənim qardaşım, mən əsla sənin məni oğurluqla ittiham etdiyinə görə ağlamıram. Əfsuslar olsun ki, ötən Ramazandan bu Ramazana qədər, ötən bir il ərzində evinizdə olan Uca Allahın bizə bir məktub olaraq göndərdiyi ilk ayəsi oxu deyə başlayan Qur'an-ı Kərimi açıb oxumadınız. Məni göz yaşlarına qərq edən də məhz budur. Yadınızdadırsa, ötən il mənə iftar verərkən çay gətirmək üçün siz otaqdan çıxdınız. Elə bu əsnada otağın pəncərəsindən ani daxil olan külək masanın üzərindəki pulların hərəsini bir tərəfə səpələdi. Mən də hüsnü zənn edərək yerə düşən o pulları bir-bir yığıb otağınızda olan Qur'an-ı Kərimin arasına qoydum ki, siz də Qur'anı açıb oxuyarkən pulları da görüb götürəsiniz. Əgər bu bir il ərzində bir dəfə də olsa Qur'an-ı Kərimi oxumaq üçün əlinizə alıb açsaydınız, mənim oğurladığımı zənn etdiyiniz o kağız parçalarını kitabın içində görərdiniz və sui zənn haqqında Uca Allahın buyurduğu: "Ey iman gətirənlər, çox zənnə gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi heç bir əsası olmayan zənn günahdır. Bir-birinizin eybini, sirrini
sirrini arayıb axtarmayın və bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yeməkdən xoşlanarmı? Gördünüzmü? Bu sizdə ikrah hissi oyatdı. Allahdan qorxun. Şübhəsiz ki, Allah tövbələri çox qəbul edəndir, rəhəmlidir. Ayələrini də oxuyardınız.